Yeah, Mr. White. Yes, science. Bu, əksəriyyətimizin tanıdığı Jesse Pinkmandır. İlk baxışda Jesse dünyanın ən xoşbəxt adamı kimi görünsə də, serialın sonlarına yaxın bu tamamilə əksinə çevrilir. Əgər Pinkmanın həyat yolunun dərinliklərinə düşmək istəyirsənsə, videonu sona dək izlə. Bu sadəcə bir serial personajı deyil, bir faciənin canlı simvoludur. You want to cook crystal meth? Jesse kim idi? Jesse Pinkman ilk dəfə Walter White'in keçmiş tələbəsi kimi seriala daxil olur. Sıradan, biraz səfeh kimi görünən bir gənc. Biraz. Uşaqlıqdan bəri diqqətsiz, məktəbdə uğursuz, amma ürəyi təmiz biri. Ailəsi və atası onu qəbul etmir. Küçələrə düşür və narkotiklərlə məşğul olmağa başlayır. Walter White ilə yolları kəsişdikdən sonra hər şey dəyişir. Jesse üçün bu bir biznes fürsəti olsa da, əslində onu daha qaranlıq bir həyata aparan ilk addımdır. But you know the business. And I know the chemistry. Walter üçün Jesse sadəcə istifadə edilə biləcək bir vasitədir. Amma Jesse üçün Walter əvvəlcə bir mentor, daha sonra isə ata fiquru olur. Emosional, eniş yoxuşlar. Serial boyu Jesse ən çox əzab çəkən personajlardan biridir. Jane'in ölümündən sonra yaşadığı psixoloji sarsıntı, uşaqlarla bağlı duyduğu vicdan azabı, Andrea və Brock ilə olan münasibətləri, bütün bunlar onun insanlıqdan uzaqlaşmamaq üçün necə mübarizə apardığını göstərir. Dostlar, videonu burada 15 saniyəliyinə saxlayıram. Videonun əvvəlində bildirdiyim kimi sizlərə kiçik bir hədiyyəm var. 5 abunəyə çatdıqda bir nəfərə Netflix hesabı hədiyyə edəcəm. Qalibi isə bu videonun şərh bölməsinə sevdiyi film və ya serialın adını yazan abunələrindən seçəcəm. İndi isə hekayəmizə davam edək. Jesse, qurban yoxsa qəhrəman? Walter White'in imperiyasında Jesse həm qurban, həm də alət oldu. Amma eyni zamanda serialın vicdanı da məhz Jesse idi. O hər zaman doğru olanı etməyə çalışırdı. Səhv etdikdə isə bunun əzabını içində yaşayırdı. Azadlıq yoxsa boşluq? El Camino filmində biz Jesse'nin azadlığa doğru qaçışını görürük. Amma bu azadlıq fiziki olsa da, psixoloji olaraq onun hələ də azad olub-olmamadığı sual altındadır. O hər şeyini itirdi. Ailə, sevgi, dostluq. Amma sağ qalmağı bacardı. Əgər buna sağ qalmaq deyə bilərsə.